Salam, hər vaxtınız xeyir olsun hörmətli futbol azarkeşləri. Bugün Gol TV'də AFFA U12 Liqası təhsil Avropa Futbol Akademiyası görüşünü sizlərə təqdim edirik. Ümid edirik ki, hər iki komandanın ifasında gözəl futbol izləyəcəyik. Komandaların heyətləri ilə tanış olaq. İlk öncə bizlərə qonaq komanda EFA göstərilib. Onların heyəti belədir. Qapıda 1 Əzim Hüseynzadə, 17 Fərid Novruzlu, 16 Harun Mehdizadə, 4 Bəybala Məmmədov, 5 Toğrul Nəcəfov, 6 Oğuz Cümşüdlü, 9 Cavid Musayev, 11 Rəvan Səfərli, 19 Marat Məşədiyev, baş məşqçi Tağı Məmmədov. Təhsildə qapıda 1 Qurban Məmmədov, 3 Ramiz Qarayev, 4 Murad Əhmədov, 5 Emir Əmirxanov və qayda pozulur. Ramiz burada Bəybalaya qarşı Çobud oynamışdı. Təhlükəli nöqtədən cəlmə zərbəsi təyin olunacaq. 17 Raul Pənahov, 24 Hüseyn Rəhimov, 11 Muhammed İsmailzadə, 33 İsmail Ağayev, 66 Məsud Poladov, baş məşqçi Hüseyn İskəndərovdur. Komandanın kapitani Marat Məşədiyev topun gerisindədir. Hakimlərlə tanış olaq. Nail Nağıyev və Nail Xasiyev. Nail Xasiyev bildirir ki, mənim icazəmdən sonra topu oyuna daxil edə bilərsən. 2 nəfər var canlı sətdə. Təhlükəli nöqtədir. Hakimlə işarə gəldi. Marat topa yaxınlaşdı, qapıya zərbə və İsmail dayan top. Daha bir zərbə qapıcı. Bu topu tutmaqda çətinlik çəkmir. İrəli vurur Emir, topu meydanda saxlaya bilir. 2-5 nömrəli oyunçunun mübarizəsini izlədik. Emir və top meydanı tərk edir. Outdan təhsil topu oyuna daxil edir. İrəliyə Məsud. Məsud içəriyə daxil olub, topladı Məsud. Marat topu irəli vurur. Qapıya zərbə Emir Əmirxanov. Onun zərbəsi təhlükəli alınır. Ramiz out atışını yerinə yetirəcək. Muhammed topladı. Cavid ona qarşı mübarizə apardı. Sol cürha Emir Əmirxanov. Emir bir rəqibini keçdi. Emir artıq içəridə. Qapıya zərbə və top qapıdan keçir. Emir Əmirxanov nəhayət istəyinə nail olur. Topu qüvvətli zərbə ilə yaxın küncə göndərir. Muhammed İsmailzadə bu epizodda məhsullar ötürmə ilə yadda qalır və komanda yoldaşları Emir Əmirxanovu vurduğu bu qol münasibəti ilə təbrik edir. Təkrarı izlik sol cinahda Emir Toğrul ona qarşı mübarizə aparırdı. Sol ayağı ilə yaxın küncə dəqiq zərbə indirir. Əzim topu dərhal oyuna daxil edir əliyə. Təhsil futbolçuları qarşılayır. Məsud solda oynadı. Emir geriyə Muhammed. Mərkəzlə Raul qapıya zərbə qapdı. Topu qaytarır və daha bir zərbə Məsud topu qapının üstündən vurur. Outdan top oyuna daxil edilir və İləliyə doğru Marat qarşılayır. Hüseyin qapıya zərbə indirir və top qapının yanından keçir. Hüseynzadə yox, Marat topuna daxil etdi. Sağlı oynayır. Murad qapıya zərbə indirir. Qapıcı topu qaytar və ikinci hətdə Məsudun zərbəsi idi. Əzim topu irəli vurur. Bu dəfə də top keçmir. Məsud alladıcı hərəkətlər. Muhammed top keçmir. Bəybala Cavid düzdür istəyirəm.
Rəvan irəli oynayır. Murad. İsmail. Emir mərkəzə. Hörmətli futbol azarkeşləri, qeyd edim ki, bugün beləliklə ilk hissə başa çatır. Söhbətimizdə ikincisi də davam edəcək. Qısa fasiləyə ayrılırıq. Emir, sən ayağın ikisi işləyir, hə? Demək olar ki, sən biraz işləmə. Sağ nə qədər maaş alır? Yox, almır. Yolumu yarıza edərəm. Ha, süper, süper. Emir, sən maaş verirlər klubdan. 1000 manat alırsan, eşitdim. Yox. Bir də əl vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşə təhsil EFA görüşünün ikinci hissəsi sizlərə təqdim olunur. Komandanın heyətində bir sıra oyuncu dəyişikliyi baş verir. Təhsildə 19 nömrə Xəlil Quluzadə artıq oyundadır. Daha sonra Amal Abbas oyuna daxil oldu. Qurban Məmmədovun əvəzinə. Emir Əmirxanov, Murad Məhrəmli onu da meydanda görürük. Adaşıyla oluyor Murad. Emir. Emir hələ ki topladı. İçəriyə doğru ötürüm, amma heç kim topa toxuna bilmir. Outdan top meydanı tərk edir. Outdan EFA top oyuna daxil edir. Fərid. Ötürmə. Qaybala. Qapıya zərbə. Cavid top qapının üstündədir. Hə. Amelli boşluq şeyler şeyine gösterir. Oo, öyle. Azar. Marat irəli vurur. Emir qarşılayır. Harun. Emir. Murad'la oynuyor. Evli oyuna bir gol yaraşmır. Məhəmməd. Məsud. Yox, Marat onun zərbə indirməsinə imkan vermir. Biraz sola. Müdafiəçilər topu uzaqlaşdırmağa çalışır. Təhsil. Yox, top meydanı tərk etməyib. Emir. Emir rəqibini gözəl keçdi. Ötürməsi Məsudla oynayır. Məsud qapıya zərbə, qapıcı. Yaxşı oynayır, təkrar zərbə, top qapı xəttini keçir. Emir özünün ikinci komandasının ikinci qolunu vurur. Təkrarı bir daha izləyirik. Emir. Yaxşı ötürməkdir Məsud qapıcı. Əzim yaxşı oynadı. Daha bir zərbə. İkinciden zərbə ilə top oyuna daxil edilir. Cahid. Və Cahidə qarşı qayda pozulur. Hakim penalti təyin edir. EFA fərqi minimumlandırmaq üçün gözəl bir imkan qazanıb. Zərbəni kim endirəcək? Bu gol oyunun marağını bir qədər də artıra bilər. Amal Abbas. Qapıda da bəli 10 nömrəli oyuncu. Akşin Mürsəlov. Topun gerisindədir. Hakim oyuncuları da geriyə çəkir. Hər kəs cərimə meydançasından kənarda olmalıdır. Nail Nağıyev. Artıq hər şey hazırdır. Qapıya zərbə, Amal yaxşı oynayır, komandasını qollarla xilas edir. Penaltinin qarşısını kəsir 12 nömrəli qapıcı.
Amal Abbas. Yəqin ki, Gol TV-nin ən yaxşı 10 qapçı qurtarışında məhz Amal Abbasın bu penaltidən topu qaytarması da olacaq. Emir Əmirxanov, Emir zərbə vurmağa imkan axtarır, amma sanki bir anlıq bizlərə Hollandiyalı Arjen Robben'i xatırladır. Cəsliyi qarşı alınmazdı. Geriyə. Emir istiqamətinə, Amaldan gəl top, Emir Əmirxanov. Emir hələ ki topladı, Emir qapıya zərbə və nəhayət Emir xettrikə imza atır. Top istiqamətini dəyişsə də qolun adına dəyişmir. Emir Əmirxanov. Amal Abbas bu epizodda məhsullar ötürmə verir. Bugün Emir'in günüdür. Hörmətli futbol azarkeşləri, bugün U12 liqasında daha bir Emir hücumu izləyirik. Emir çox sürətlidir. Emir hələ ki top itirmə fikrindədir. Xəlil oynayır. Xəlil sağa çəkdi. Qapıya zərbə, gözəl qol vurulur. Xəlil Quluzadə. Emir Əmirxanov məhsuldar ötürmə ilə yətdi qalır. Xəlil Quluzadə gözəl şəkildə topu sağa çəkir və gözəl də qol vurur. Möhtəşəm alınır. Baxırıq. Emir Əmirxanov görün hardan hara gəldi. Emir topu itirmir. Çox sürətlidir. Həqiqətən Robben'i xatırladır bizə. Emir ötürdü. Hər şey mükəmməl idi. Mərkəzdən top oyuna daxil edilir. Hörmətli futbol azarkeşləri, bugün U12 liqasında maraqlı görüşlər keçirildi. Günün ilk oyunları Xəlil Quluzadə Maratona qarşı mübarizə apardı. Xəlil və Marat qaydanı pozur. Əsəblər tarma salır. Hakim cərimə zərbəsi təyin edir. Xəlil Quluzadə topun gerisindədir. Murad Əhmədov. Hakim canlı səthdə geriyə çəkir. Və işarə gəldi. Murad içəriyə, Marat topu qarşılayır. Xəlil yox, ona zərbə vurmağa imkan vermirlər. Geri ötürmə, Emir Əmirxanov 4 gol vurur bugünkü görüşdə. Pokerə imza atır. Bugün bu oyunda 4 gol və 1 məhsuldar ötürmə ilə yadda qaldı. Kənan Əlizadə bu epizodda məhsuldar ötürmə ilə yadda qalır. İzləyirik. Kənan ötürdü və Emir sol ayağı ilə uzaq küncə dəqiq zərbə indirir. Hörmətli futbol azarkeşləri, artıq görüşün sonlarına doğru gedirik. Hər iki komandaya növbəti oyunlarda uğurlar arzu edirik. Emir Əmirxanov. Emir qapıya daha bir zərbə, top direyə eləyərək oyuna qalır. 5-ci qola yaxın, tarixi bir gün ola bilərdi onun üçün və beləliklə görüş başa çatır. Hər iki komandaya gözəl oyuna görə təşəkkür edirəm. Amma yəqin ki siz də mənimlə razılaşarsınız ki bugün oyunun ulduzu Emir Əmirxanovdur. Bizə ayrılmış vaxt burada başa çatır. Hörmətli tamaşaçılar, sağ olun, salamat qalın. Əlbəttə Emir bugün tək başına oynamadı. Vurulan qollarda komanda yoldaşları da yaxından iştirak etdi. Sağ olun.